Salam. Bu 8-ci dərsimiz robotun ilk sürüşü məsafədən idarə etmə dərsidir. Bu dərsdə robotumuzu klaviatura ilə sanki bir oyun oynarmış kimi idarə edəcəyik. Gəlin ilk öncə Python koduna baxaq. Gördüyünüz kimi Python kodunda 4 adlı kitabxanamız var. OpenCV kitabxanasını əvvəlcədən bilirik. Görüntü emalında istifadə edirdik. Serial da əvvəlki dərslərdən bilirik. Arduino ilə əlaqə yaratmaq üçündür. Time kitabxanası isə biz burada Arduino'nun kompüterimizə bağlanması üçün bir müddət lazımdır. Həmin gedişməni vermək üçün istifadə edirik. Bu endirmənizə gərək yoxdur, hazır olur. Və burada yeni bir kitabxana, keyboard kitabxanası var. Yəni bu klaviaturada basılan düymələri Pythonda oxumaq üçün istifadə olunur. Bunları endirməliyik ilk öncə. Gəlin bütün kitabxanaların endirilməsini göstərim mən sizə. OpenCV kitabxanası üçün pip install terminalda yazırıq. OpenCV Python yazırıq. Mən də enli olduğu üçün göstərmir, yəni enməyi göstərmir, çünki enlidir məndə hal-hazırda. Serial üçün pip install serial və pip install serial. Bunların hamısı məndə var və son olaraq da pip install keyboard. Kitabxananı indirdikdən sonra siz kodu run edə bilərsiniz və davam edək biz. Gördüyünüz kimi növbəti sətirlərdə Arduino'nun qoşulmasını göstərilib. Biz burada commit portunu seçmişik. Əvvəlki dərsdə dediyim kimi sizin hansı porta qoşulduğunu burada device manager yazaraq daxil olub port hissəsinə baxdıqda görə bilərsiniz ki, sizin Arduino'nuz hansı porta qoşulubdur. Bunu tapdıqdan sonra gəlib burada yazırsınız yerinə və sonrası bir şey etməyə gərək yoxdur. 9600 olaraq burada qalır. Yəni Arduino'nun xəbərləşmə sürətidir. Və sonrakı sətirdəki kodlarımız isə Arduino'nun həqiqətən də qoşulub-qoşulmadığını yoxlayır. Əgər həqiqətən qoşulursa Arduino qoşulur və Arduino qoşuldu print edir terminala. Əgər qoşulmayıbsa isə burada isə Arduino tapılmadı xətasını verir və kod dayanır. Pratik sətirdəki kodumuz isə kamera seçmək üçün istifadə edirik. Hansı kameradan asılı olaraq siz seçə bilirsiniz 0 ya da 1. Mən burada web kameradan istifadə edəcəm, yəni USB vasitəsilə qoşulan kameranın, onun üçün 1 yazmışam. Bu sadəcə sözlərdir çıxarırıq terminala ki, siz orada görüb istifadə edə bilərsiniz, düymələrə basa bilərsiniz. Hansı düymənin nəyə aid olduğunu biləsiniz deyə. Sonraki burada while true dövrümüz var. Burada davamlı olaraq məlumatları Arduino'ya göndərəcəyik və bunun üçün də bunun vasitəsilə də Arduino ilə xəbərləşə biləcəyik və robotumuzu istifadə edə biləcəyik. Bu sətirlər sizə tanış olmalıdır. Bu davamlı olaraq kameradan görüntünü alır, özündə saxlayır. Bu isə kamera açılmayıbsa kodu dayandırır. Bu sətirdəki kodumuz isə ekrana yazı çıxarır. Yəni use VASD to move, yəni VASD düymələrindən istifadə edərək robotu idarə edin deməkdir. Bu hissədəki kodumuz isə kameradan gələn görüntünü ekranda göstərir. Yəni sadəcə açılır pəncərə və kameradan gələn görüntü görsənir. Bu hissədə balaca bir gözləmə verilib. Yəni kamera açıldıqdan sonra 1 saniyə gözləyir. Onun üçün yəni kamera açılsın və sonra robot işləyir. Bu hissədə isə keyboard kitabxanasında istifadə edərək bir funksiyamız var. Bu funksiya nə deməkdir? Bu funksiya klaviaturada düymənin basılıb-basılmadığını yoxlayır. Əgər düymə basılıbsa, həmin deyək ki, V düyməsi basılıbsa, Arduino write ilə birləşdirirsiniz. Bu da serialda ola bilər, Arduino da ola bilər. Yəni bu kodda Arduino yazmışam, əvvəlki kodda serial yazmışdım. Sadəcə aydın olsun deyə Arduino yazmışam. Arduino'ya yazır F, yəni Arduino'ya F göndərir. Nə vaxt ki klaviaturamızda V düyməsi basılsa, klaviaturada V düyməsi basılanda Arduino'ya F göndərir, F yazır. Bitlər vasitəsilə, B bitlər vasitəsilə deməkdir.
Və onda da forward, yəni F4-da forward kimi ingiliscəsində qabağa deməkdir. Yəni qabağa getməsi üçün. S göndərəndə, yəni V düyməsi normal siz maşın oyununda oynayırsınızsa kompüter vasitəsilə, yəni orada həmişə V ilə qabağa, S ilə geri, D ilə sağa və A ilə sola gedirsiniz. Mən burada həmən simulyasiyanı eləmişəm, sizin üçün daha uyğun olsun deyə. Bu hissədə isə S-ə basanda geri gedir, A-ya basanda sola gedir, yəni left, D-yə basanda isə sağa gedir, yəni right. Əgər heç bir düyməyə basmırsanızsa isə davamlı olaraq Arduino'ya S göndərir. S də yəni stop deməkdir. Yəni əgər heç bir gəlmirsə, bir hərf gəlmirsə, bunlardan biri gəlmirsə, dördündən biri S göndərir və robot dayanmış olur. Və əvvəlki kodlardan da bildiyiniz kimi Q düyməsinə basanda isə kodumuz dayanır, həmçinin də S göndərir Arduino'ya ki, yəni təhlükəsizlik üçün dayansın. Və Q-yə basdıqdan sonra isə burada kameramız bağlanır, Arduino bağlanır və serial aralığında kəsir və bütün açılmış pəncərələrdə bağlamış olur. Gəlin Arduino kodumuza baxaq. Arduino kodumuz əvvəlki dəstək kodundan demək olar ki, eynidir. Sadəcə bir balaca dəyişikliklər var. Pinlər demək olar ki, eynidir, eyni təyin olunub. Bu hissədə isə gəlin, yəni bayaq əvvəl dediyim kimi Python kodunun bura Arduino koduna əmrlər göndəririk. Arduino'da əmr göndəririk və əmrləri biz burada sizə saxlayırıq. Bunun üçün bir dənə char düzəltmişik. Char olaraq bir dənə variable'ımız var. Gələn komandları bu char'ın içində saxlayırıq. Sonra isə burada bizim pinlərimizi təyin eləmişik. Gördüyünüz kimi hamısı təyin olunub, koda setup olunub etməsi üçün. Və əvvəl dediyim kimi təhlükəsizlik üçün hər setup olunandan sonra dayandırır robotu ki, hərəkət eləməsin robot. Bizim bastığımız düymələrlə ancaq hərəkət elər. Və bu hissədə bir loopumuz var, dövrümüz var. Bu dövr nədir? Gəlin baxaq. Bu dövrdə bir ifimiz var. Əgər serial available, yəni serial qoşulubsa, yəni gözlü qoşulubsa və gələn komandlar, yəni burada içində saxladığımız gələn funksiya hərflər oxuyur bunları və bunu save eləyir, içində saxlayır. Və əgər həmin save olunan, saxlanılan hərf F-dirsə, o zaman qabağa getmə funksiyası işə düşür. Əgər B-dirsə həmən hərf arxaya getmə funksiyası işə düşür. Əgər L-dirsə sola dönmə funksiyası işə düşür. R-dirsə sağa dönmə funksiyası, S-dirsə dayanma funksiyası işə düşür. Və həmən əvvəlki dediyim kimi burada asan olsun deyə başa düşmək, mən burada funksiyalar yaratmışam. Burada gördüyünüz kimi qabağa getmə funksiyası var. Sadəcə burada funksiya çağırılır və bu sətirdəki kodlar işə düşür. Maksimum sürətlə daxil edilibdir. NA-MP pinlərinə. Bu hissədə hər təkər qabağa gedir. Bu hissədə hər təkər arxaya gedir. Bu hissədə isə biri sola, biri sağa. Bu hissədə isə biri sağa, biri sola. Sağdakı illəri soldakı arxaya dəyişərək. Və bu da sağa-sol dönmənin yerinə yetirilmiş olur bu vasitələ. Həmçinin də dayandırma funksiyamız da buradadır. Bu hissədə məsələn sizdə bu kabellərin LN driverə bağlanmasından asılı olaraq sağa-sola dönmə tərsinə olmuş ola bilər. O hissədə və yaxud da arxaya-qabağa tərsinə olmuş ola bilər. O hissədə görsəniz ki, əgər həqiqətən hamısı tərsinədir, məsələn qabağa basanda, V-yə basanda arxaya gedir və yaxud da D-yə basanda sola gedirsə, deməli siz burada kabelləri plus-minus yerini səhv salmışsınız. Bu LN driverə 4 dənə kabel bağlanır sağ tərəfdən. Biri sağ motor üçün, biri sol motor üçün. O bağlanan iki kabelin sadəcə yerlərini dəyişirsiniz və o zaman digərini də dəyişirsiniz yerlərini, hər ikisini. O zaman görərsiniz ki, düzəlibdir. Və yaxud da digər bir yolu var. Gəlirsiniz burada hamısını high low eləyirsiniz, low-u high eləyirsiniz bütün kodda. O zaman işləyəcək. Və digər bir nüans var. Siz görsəniz ki, əgər qabağa V-yə basanda qabağa gedir, S-ə basanda dağa gedir. Amma ki D-yə basanda sola gedir, A-ya basanda sağa gedir. Yəni sağla solun yerləri tərsdir. O zaman sadəcə deyərsiniz bu ikisində, bu iki sağ solda low-u high eləyirsiniz, high low, low-u high low eləyirsiniz, yerlərini dəyişirsiniz sadəcə. Və buradadır. O zaman görərsiniz ki,
robotumuz düzgün hərəkət eləyəcək. Gəlin mən kameranı açım, sizə göstərim robot necə hərəkət eləyir. Yenə həmən kimi kodumuzu yükləyirik. Bu hissədə isə kabeli ayırmırıq. Nəyə görə? Çünki biz kabeli ayırsaq, yəni Pythondan göndərdiyimiz siqnallar Arduino'ya gedib çatmayacaq. Bunun üçün də kabel taxılı qalmalıdır. Gəlin isə indi Python kodumuzu açaq. Şimdi kameranda bu hissədə çalışacağım, saxlayayım. Kodumuzu run edirəm. Kameranı bağlayıram çünki yeni kamera açılacaq öz avtomatik olaraq. Bunu bağlamalıyam çünki burada daxil eləmişik, gördüyünüz kimi burada kameranı daxil eləmişim. İki kamera eyni vaxtda açılmır. Bunun üçün gördüyünüz error verdi bu hissədə. Sizdə də bu error verərsə deməli hardasa kamera arxada açıq qalıbdır. Bunu bağlayıram. Gəlin kodumuzu işə salaq. Bu hissədə gördüyünüz kimi Python pəncərəsi açılıb. Həmin pəncərəyə daxil olaraq gördüyünüz kimi kameramız gəlib. Bu hissədə isə gördüyünüz kimi düymələrə basıram. Aydın görəsiniz deyə. Verim. A'ya bastığımda robot irəli, S'ə bastığımda geri, A'ya bastığımda sola, D'yə bastığımda sağa gedir. Yəni bu istədiyiniz kimi robotu, yəni oyunlarda olduğu kimi silə bilirsiniz bunun vasitəsilə. Bugünkü video dərsimiz bu qədər. İzlədiyiniz üçün sağ olun.